Xoş gördük. Çox qəşəng suallar göndərmisiniz. Kanala abunə olun, cavabını deyəndə eşidəsiniz. Adət dövrünü tənzimləmək üçün bitki çaylarının tibbi dəyəri varmı? Var, amma biz onlardan istifadə etmirik. Biz bilirik ki, bitkilərin tərkibində müəyyən aktiv maddələr var. Hansından ki, dərman vasitəsi kimi istifadə eləmək olar. İnsanlar əsrlərlə bunlardan istifadə ediblər. Hal-hazırda da dərman bitkilərindən istifadə olunur və ya belə deyək, müəyyən dərmanlar bitkilərdən alınır. Amma biz onu dozasını, miqdarını dəqiq bilmək üçün dərman preparatı halına salıb istifadə edirik. Ona görə də biz bir pasiyentin ciddi bir adət düzənsizliyi varsa, ona get kartof suyu iç, soğan suyu iç, bitki çayı iç deyə bilmərik. Biz ona dəqiq dozalanmış dərman preparatı təyin etməliyik ki, həm təsiri effektiv olsun, həm əlavə nə gözləyirik, nə təsiri ola bilər, onları da hesablaya bilək. Ona görə də ortada ciddi bir probleminiz yoxdursa, nə içirsinizsə özünüz bilərsiniz. Amma ciddi aybaşı pozğunluğunda çaylarla, bitkilərlə oyalanmayın, vaxtınızı keçirtməyin. Qanaxmalı oturub kartoşka suyunun sizə kömək edəcəyini gözləməyin. Bizə müraciət edin ki, o qanaxmanı dayandıraq, sonra birtəhər çayla zadla yola verərik. Hələlik sağ olun.